İkinci panelin spikerlərini dəvət etmədən və moderatorumuzu dəvət etmədən öncə simpoziumumuzun baş sponsoru haqqında bir tanıtım videomuz var. Eyni zamanda qısa bir informasiya və məlumatı sizlərlə paylaşmaq istəyirik. Sinam 1994-cü ildən Sinam şirkəti qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə hökumət və özəl sektorda transformasiya layihələrini həyata keçirir. Təxminən 3-10 illik ərzində şirkət öz müştərilərinə idarə etməni təkmilləşdirmək, əməliyyat səmərəliliyini artırmaq və maliyyə nəticələrini artırmaqda kömək etmişdir. Sinam Transxəzər regionunda elektron transformasiya və elektron hökumət xidmətlərində bazar lideridir. Faktiki olaraq o, regionun informasiyalaşdırılmasında mühüm rol oynamışdır. İndi isə çox ətraflı məlumatı Sinam şirkətinin tanıtım filmindən izləyək. Daha sonra ikinci panelin moderatorunu və spikerlərini dəvət edəcəyik. Sinam şirkətinin Azərbaycanda informasiya texnologiyaları bazarının əsasını təşkil edən, qeyd etdiyimiz kimi, çox önəmli şirkətlərdəndir və 1994-cü ildən sözü gedən bazarın liderlərindən biri hesab edilir. Şirkət Azərbaycan bazarında müasir informasiya texnologiyalarının və həllərinin təminatçısıdır. Şirkətin fəaliyyəti Azərbaycanın müxtəlif müəssisələrindəki biznes proseslərinin effektivliyinin artırılması və onların optimallaşdırılmasıdır. Həmçinin dövlət idarəçiliyinin və yeni Azərbaycan cəmiyyətində informasiya mübadiləsinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirir. İndi isə bir daha Sinam şirkətinə öz təşəkkürümüzü bildiririk və ikinci panelimizin moderatorunu səhnəyə dəvət edirik. İkinci panelimizin mövzusu peşəkar mühasiblərin və auditorların yetişdirilməsi üzrə dünya təcrübəsi. Moderatorumuz dosent doktor Elsəvər İbadovdur. Elsəvər müəllim Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin Maliyyə və Mühasibat Uçotu şöbəsinin rəisidir və eyni zamanda Bakı Mühəndislik Universitetinin dosentidir. Mən də hər kəs salamlayıram. Burada həmkarlarımızı və universitet nümayəndələrini və xarici qonaqlarımızı öz doğma vətənlərində görməkdən böyük məmnunluq hissi keçirirəm.
və gözəl təqdimatlar gedir. Biraz zamanımız qısadır deyə maksimum qısa şəkildə bizim oturumu da icra etməyə çalışacağıq. Xüsusilə nəzərə alsaq ki, nahar fasiləsindən öncəki son oturumdur. Ona görə vaxtımızı daha effektiv istifadə etməyə çalışacağıq. Mən istəyirəm məruzəçilərimizi çağıraq, ondan sonra giriş etmiş olaq tam mövzumuza. Dövlət İmtahan Mərkəzinin PMS imtahanları üzrə aparıcı məsləhətçisi Faiq müəllim Abdullayev buradadır yəqin. Buyurun Faiq müəllim. Növbəti məruzəçimiz Naxçıvan Dövlət Universitetinin Mühasibat və Maliyyə Kafedrasının dosenti Mehriban xanım İmanova. Dosent. Buyurun. Növbəti məruzəçimiz dosent Loğman Abdullayev, Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin dekanı. Ev sahibi kimi Loğman müəllim təvazökarlıq elədi. Dedi, mən zaldan oturaraq məruzəsində gələcək bizim yanımıza. Təşəkkür edir Loğman müəllim. Növbəti qonağımız Hüquq Fakültəsinin dekanı Atatürk Universitetindən buyurmuş professor Rəşad Karcıoğludur. Buyurun Rəşad müəllim. Və sonuncu çıxışçımız dosent Zərim Fırat, o da İnəgöl Biznes İdarəetmə Fakültəsinin dekan müavinidir. Buyurun hocam. Bizim bölmənin əsas mövzusu peşəkar mühasib və auditorların yetişdirməsi üzrə dünya təcrübəsidir və əsas etibarilə biz Azərbaycan və Türkiyə nümunələrini burada xüsusilə görmüş olacağıq sizlərlə birlikdə. İlk olaraq mən bunu deyim ki, təxminən bir il ya il yarım öncə bu möhtəşəm zalda biz Milli Mühasiblər Forumunun davamı olan bir seminarla bağlı buradaydıq və orada biz mühasibat çotunun tədrisi standartlarından danışmışdıq. Yəni bir mühasibin yetişdirilməsində, bir mühasibin formalaşmasında beynəlxalq standartların, yəni International Accounting Education standartlarının əhəmiyyətindən danışmışdıq və bununla bağlı da Azərbaycanda düşünürəm ki, çox ciddi addımlar atılır. Bir çox universitet proqramları son illərdə yenilənib və çox daha belə deyək, tələblərə uyğun proqramlar tətbiq olunur və növbəti mərhələlər də icra olunmağa başlayır. Və bu kontekstdə bilirsiniz ki, həmin 6-cı standartın tələblərindən biri də budur ki, yetişdirilmiş mühasiblərin müəyyən bir sertifikasiyaya tabe olmasıdır. Yəni onların müəyyən kvalifikasiyalarının təsdiq edilməsidir. Bu da Azərbaycanda peşəkar mühasib sertifikasiyası vasitəsilə aparılır. Ona görə də mən ilk sözü Faiq müəllim Abdullayevə vermək istəyirəm. Sadəcə xahişim bu olacaq ki, İsmail hocamın dediyi kimi zamanımız biraz məhduddur. Bizim toplam seksiyamızın 45 dəqiqə vaxtı var və 5 çıxışçı var. Ona görə xahiş edirəm 8-10 dəqiqə vaxtını səmərəli keçirək. Buyurun Faiq müəllim. Hörmətli tədbir iştirakçıları, hörmətli həmkarlar, xanımlar və cənablar, hər birinizi salamlayıram və bayramlarınızı təbrik edirəm. Konstitusiya günü, Zəfər günü, bayraq günümüz, bir neçə bayramımız dalbadal düşübdür. Eyni zamanda Türk qardaşlarımıza başsağlıq veririk. Şəhid olanların ruhları şad olsun. Peşəkar mühasib sertifikatı imtahanları barədə ilkin olaraq qısa formatını və yaranma tarixini bildirim. 2018-ci ildə Azərbaycan Respublikasının mühasibat çotu haqqında qanun dəyişiklik edilməklə milli mühasibat çotu standartları ləğv olundu və tamamilə maliyyə hesabatlarının beynəlxalq standartının tətbiqinə başlanıldı və bununla ölkəmizdə yeni terminlər yarandı. Peşəkar mühasib sertifikatı, peşəkar mühasib sertifikatı imtahanları və bunun üçün Nazirlər Kabinetinin 22 may 2019 tarixli 237 nömrəli qərarı qüvvəyə mindi. Bununla peşəkar mühasib sertifikatının verilməsinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin reyestrinin aparılması qaydaları müəyyənləşdi. İmtahanın aparılması Dövlət İmtahan Mərkəzinə həvalə olundu və Dövlət İmtahan Mərkəzi aparılması texnologiyasını Maliyyə Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir. Və mühasibat çotu haqqında Azərbaycan Respublikasının qanununda deməli, Azərbaycanda 3 növ standartın tətbiqi nəzərdə tutulub.
Özəl sektorlar üçün maliyyə hesabatının beynəlxalq standartı və kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə hesabatının beynəlxalq standartı, həmçinin büdcə təşkilatları üçün, ictimai sektor üçün mühasibat çotunun beynəlxalq standartları tətbiq olunur və buna uyğun da imtahanlar keçirilir hər bir standart üzrə və müvafiq sertifikatlar verilir. İmtahanlar 2 mərhələdə həyata keçirilir və hər 2 mərhələni keçənə sertifikat verilir. Birinci mərhələdə maliyyə uçotu bilgiləri, maliyyə hesabatının beynəlxalq standartları üzrə bilgiləri ölçülür. İkinci mərhələdə isə vergi, əmək, mülki və büdcə qanunvericiliyi üzrə müvafiq bilgilər ölçülür. Bu günə kimi noyabr ayına qədər bizim peşəkar mühasibə sertifikatı imtahanlarında 7711 nəfər iştirakçı olub. Onların təkrar iştirakçı ilə 13153 iştirak olmuşdur və onlardan 5092 nəfəri müvəffəqiyyət əldə eləmişdir. Onların 3697 nəfəri imtahanın digər mərhələsindən, ikinci mərhələdən də keçdiyi üçün müvafiq sertifikatlar almışdır. İmtahanın ikinci mərhələsində isə 7344 nəfər iştirak eləmişdir. Onların təkrar iştirakçı ilə 11230 imtahan iştirakçısı olmuşdur və onlardan 5568 nəfəri uğur qazanmışdır, kifayət qədər yüksək göstəricidir və onlardan 4617 nəfəri imtahanın digər mərhələsindən uğur qazandığı və yaxud da müvafiq beynəlxalq azad olma sertifikatına malik olduğu üçün müvafiq sertifikat almışdır. Və 4617 nəfər tərəfindən 6183 sertifikat alınmışdır. Maliyyə Nazirinin reyestrinə nəzər yetirsək, 6183 sertifikat görsənir. Bu 4617 nəfərə aid sertifikatdır. Və imtahan təxmini 9000 nəfərə yaxın mühasibə əhatə eləyir. Bu da onu göstərir ki, təxmini imtahan əhatə dairəsində olan mütəxəssislərin yarısı artıq sertifikat alıbdır. Və imtahan iştirakçılarından dedi ki, beynəlxalq azad olma hüququndan da istifadə edənlər var. 1022 nəfər bu hüquqdan istifadə edərək müvafiq sertifikat almışdır. Son 2 ildə fəaliyyət göstərdiyim Dövlət İmtahan Mərkəzinin son 2 ildə peşəkar mühasibə sertifikatı imtahanlarında aparılan təkmilləşdirmələr əsasən sual modellərinin praktikaya daha uyğunlaşdırılması istiqamətində olmuşdur. Bu, optimallaşma sayəsində olmuşdur. Mühasiblərin daha az istifadə elədiyi mövzular kənarlaşdırılaraq, mühasiblərə daha çox lazımlı olan mövzulara toxunulmuşdur. Belə ki, məsəl üçün, vergi qanunvericiliyindən fərdi şəxslərin vergiləri, bərbərlər, musiqiçilər, çalğıçılar, bunlar üçün vergilər mühasiblər tərəfindən aparılmır bu uçot. Bu kimi mövzular olsun, eyni zamanda əzbərçilik tipli mövzular, hansı ki, avtomobilin mühərrikin həcminə görə aksiz vergiləri hesablanır. Bu kimi mövzular kənarlaşdırılaraq yerinə daha aktual mühasiblər üçün praktiki olan mövzular əhatə olunmuşdur. Misal üçün, mənfəət vergisi mövzusunda satılan məhsulun maya dərin hesablanması, əlavə dəyər vergisi mövzusunda təqdim etmə və daxil olma mövzuları, eyni zamanda geri qaytarma, yəni dəqiqləşdirən dövriyyə mövzuları, muzlu işdən gəlir mövzusunda bir şəxsin üzərindən bütün əməliyyatlar aparılırdı, biraz xoş görünmürdü. Eyni şəxs həm müharibə qəhrəmanıdır, həm şəhid ailəsidir, həm dividend alır, həm əlavə iş yeri var, həm əsas iş yeri var. Biraz xoş görünmürdü. Biz bunu müəssisənin bir neçə işçinin üzərindən tətbiq eləməyə başladıq və nisbətən pratikləşdi. Sadələşmiş mövzu haqqında danışdıq. İmtahanın birinci mərhələsində maliyyə vəziyyəti haqqında hesabat və mənfəət zərər haqqında hesabat tətbiq olunmağa başladı. Və bu proses təbii ki, davam etdiriləcəkdir. Həmçinin bu imtahanlar sayəsində ölkəmizdə ədəbiyyatlar formalaşdı. İlk növbədə maliyyə hesabatlarının beynəlxalq standartları Azərbaycan dilinə tərcümə olundu və Maliyyə Nazirliyinin səhifəsində yerləşdirildi. Bu, bizim üçün həmin standartların əlçatanlığı təmin olmuş oldu. Eyni zamanda bir çox mütəxəssislərimiz tərəfindən ədəbiyyatlar yazıldı. Esəvər müəllim, Firidun müəllim və Evin müəllim MBS kitabı, eyni zamanda Radil müəllimin
Fərid müəllimin, Simnar müəllimin kitabları və digər adlarını çəkmədiyim bütün bir neçə mütəxəssisimizin kitabları işıq üzü görübdür. Bu bizim üçün əhəmiyyətlidir. Azərbaycan dilində ədəbiyyat çatışmazlığının aradan qalxması. Eyni zamanda mən də bir ədəbiyyat üzərində uzun müddətli işləyirdik. Artıq mütəxəssislərimizin də dəstəyi ilə redaksiyasını yekunlaşdırdıq. Şənbə günü 15 noyabr tarixində təqdimatı olacaq. Hər birinizi dəvət edirəm. Münasib olanlar iştirak edə bilər. Türk qonaqlarımızı, xüsusilə bu xaricdən gələn ümumiyyətlə qonaqlarımızı istəyərdim ki, bu Azərbaycan ədəbiyyatı ilə tanış edeyim. Təəssüf ki, Qarabağ səfəri, yəni işğaldan azad olmuş ərazilərə səfər həmən günə planlaşdırdığı üçün baş tutmayacaq. Ona görə indi tədbirdə onlara kitabın birini hədiyyə edəcəm hər birinə. Və növbəti dövrlər üçün təşkilləşmə istiqamətlərinə gəldikdə, az öncə digər Qazaxıstan, Qırğızstan və Türkiyə Respublikasından olan həmkarlarımız öz çıxışlarında orada olan vəziyyəti bildirdi, orada olan imtahanların, sertifikatlaşmanın vəziyyətini bildirdi. Bizim də oradan örnək götürəcəyimiz hissələri idarəetmə çotunun, maliyyə menecmentinin, etika modulunun tətbiqi istiqamətində ola bilər. Düşünürəm ki, yaxın gələcəkdə bu istiqamətdə irəliləyişlər olacaqdır. Həmçinin uçot anlayışının daha da dərinləşməsi. Biz birinci mərhələ imtahanlarında sualların artıq 8-9'unu ikili yazılış tipli suallar olur. Bu praktiki sualdır. Mühasiblər üçün olduqca önəmlidir. Eyni hal ikinci mərhələ üçün də lazımdır. Yəni vergi qanunvericiliyindən də əlavə birə uyğun dövriyyə balans cədvəlinin hazırlanması ehtiyac var. Mühasiblər bunu hazırlamalıdır. Uçot, yəni buna deyirik. Amma əksər mühasiblərimiz təəssüf ki, sadəcə olaraq hesabat dövrü gələndə elektron qaymaya yaxud bankdakı olan müəyyən məlumatları ümumiləşdirib bir hesabat verməyə çalışır və uyğunsuzluq gələndə də uyğunsuzluğa cavab yazmaq yox, öz hesabatını uyğunsuzluqla uyğunlaşdırıb aradan qaldırır. Çünki uçot olmadan bundan artığını eləyə də bilməz. Buna görə uçotun formalaşması üçün, həm də vergi qanunvericiliyi baxımından da uçotun formalaşması üçün vergi qanunvericiliyin tanıdığı tələblərə uyğun olaraq dövriyyə balans cədvəli, mənfəət zərər və maliyyə vəziyyəti haqqında hesabat aylıq hazırlanmalıdır və maliyyə uçotu ilə vergi tutma məqsədləri üçün uçot arasındakı fərqlər təhlil olunmalıdır və qarşıya yeni hədəflər qoyulmalı. Bu fərqlərin nədən qaynaqlandığı araşdırılmalıdır. Bu standartın yaxud da qanunvericiliyin tələbidirsə öz yerində. Lakin hər hansı bir kənarlaşma varsa, bu kənarlaşmalar aradan qaldırılmalıdır. Mənə ayrılan vaxt ərzində maksimum qısa şəkildə çıxış eləməyə çalışdım. Hər birinizə təşəkkür edirəm diqqətinizə görə. Suallarınızı cavablandıracağım. Çox sağ olun Faiq müəllim, zamana xüsusilə riayət etdiyiniz üçün təşəkkür edirik sizə və biz Naxçıvan Muxtar Respublikasında mühasibat çot sahəsində kadr hazırlığı və peşəkar mühasib sertifikatı imtahanları üzrə motivasiya mexanizmləri mövzusunda çıxış üçün Mehriban xanıma söz verir. Buyurun Mehriban xanım. Hörmətli Sevər müəllim, hörmətli spikerlər, dəyərli iştirakçılar, əziz Türkiyə Respublikasından gələn qardaşlarımız, mən hər birinizi səmimi qəlbdən salamlayıram. Və auditoriyanın yorğunluğu artıq hiss olunur, nahar vaxtıdır. Mən çalışacağım ki, ən vacib tezislərimlə çıxışımı bitirim. Məlumdur ki, mühasibat uçotu iqtisadiyyatın idarə etməsinin əsas sütunudur. Peşəkar kadr hazırlığı isə şəffaflığın və inkişafın açarıdır. Mən bugün sizlərə rəqəmlərdən, hesabatlardan deyil, insan kapitalının inkişafından danışmaq istəyirəm. Dünyada baş verən hadisələr göstərir ki, mühasib artıq rəqəmlərlə işləyən biri deyil. O, eyni zamanda analitik düşüncəyə, rəqəmsal bacarığa sahib olan bir mütəxəssisdir. Bugün
tələbə ali məktəbi bitirir. Lakin o heç bir təcrübə, bacarığa malik olmur, rəqəmsal biliyi zəif səviyyədə olur. Sertifikasiya mexanizmi onları peşəkar mühasibə çevirmir. Digər bir tərəfdən, əmək bazarı ilə ali və orta ixtisas təhsili müəssisələri arasında bir koordinasiya boşluğu vardır. Və bütün bu problemlərin nəticəsində məzun var, amma hazır mütəxəssis təəssüf ki, yoxdur. Dünya Bankının 2024-cü il hesabatına əsasən iş təklifi verən iş elanlarının 63%-də təcrübə tələb olunur. Amma ali məktəbi bitirən tələbələrin cəmi 18%-i hazır mütəxəssis kimi yetişir. Buna kompetensiya boşluğu deyirlər. Bu problemi biz hər addımda hiss edirik. Əlbəttə ki, bu problemlər tək Naxçıvanın, tək Azərbaycanın deyil və statistikadan da göründüyü üçün bütün dünyanın problemidir. Bəs dünya bu problemi necə həll edir? Bunun üçün mən bir araşdırma apardım və bir neçə ölkədə müsbət nəticə qazanmış modelləri araşdırmağa çalışdım və icazənizlə sizləri də bu modellərlə tanış etmək istəyirəm. Birinci model ACA modeli hər kəsə tanış olan bir modeldir. Bu model addım-addım peşəkar inkişaf sistemi adlanır. Bu addımlar təhsil, sertifikasiya, təcrübə və davamlı inkişaf yolu üzərindən gedir. Tədris prosesində təcrübədən daha çox istifadə olunur. Demək olar ki, bu tədrisin 30% nəzəriyyə, 70% isə təcrübə əsasında qurulubdur. Və bəlli olduğu kimi ACA dünyanın 180 ölkəsində tanınır. Bu sertifikatı əldə edən sanki bir qlobal pasport almış olur. Digər bir model İngiltərənin ikili təhsil modelidir. Bu təhsil modelində gördüyünüz kimi universitetlə müəssisə arasında bir partnyorluq əsasında qurulur. Tələbə oxuyarkən işləyir və bu tələbənin işsiz qalma riski yoxdur. Çünki elə iş prosesində müəssisə tələbə haqqında, onun bacarığı haqqında geniş məlumat əldə edir. Nə oldu buna? Söndürdülər. Hə, indi gəldi. Növbəti model Avstraliya modelidir ki, bu modeldə də gördüyünüz kimi qısa modullardan tədris prosesi ibarətdir. 3 aylıq, 6 aylıq modullardan ibarətdir. Bu, deməli, tədrisin özəlliyi ondan ibarətdir ki, hər modul üzrə tələbəyə sertifikat verilir. Bu, tələbədə bir həvəs yaradır, bir stimul yaradır və tələbə hansı modulu istəyirsə, o modul üzərində, ehtiyac duyduğu modul üzərində çalışır. Singapur modelində tədris demək olar ki, proqram təminatları əsasında qurulur və gördüyünüz kimi burada ERP, Data Analitika, Python, Power BI kimi proqram təminatlarını demək olar ki, tədris əhatə edir. Və Singapur modelinin əsas məqsədi mühasib yetişdirmək deyil. Onun əsas məqsədi data analitik yetişdirməkdir. Qarşıya qoyulan məqsəd bundan ibarətdir. Finlandiyada isə tələbə birbaşa şirkətin problemləri üzərində işləyir. Tələbə şirkətin maliyyə hesabatını hazırlayır və bu zaman qiyməti müəllim deyil, müəssisə verir.
Və bu da həmin müəssisənin tələbəni daha yaxşı tanınmasına şərait yaradır ki, gələcək işlə təmin etmədə köməklik göstərir. Kanadada ödənişli təcrübə proqramından istifadə olunur. Bu proqramda tələbə müqavilə əsasında işləyir. Buradan əmək haqqı alır, aldığı əmək haqqını, təhsil haqqını ödəyir və təcrübə təhsil kreditinə çevrilir. Bu beynəlxalq təcrübə bizə hansı mesajları verir? Göründüyü kimi ACCA təcrübə bazarlığın nəzəriyyədən üstün olduğunu qeyd eləyir. İngiltərənin ikili təhsil sistemi işsiz məzun yoxdur mesajı üzərindən öz işini qurur. ACCA Avstraliya modeli qısa təlimlərlə hər təlim üzrə karyera dəyəri yaradır. Singapurun modeli, rəqəmsallaşdırma modeli müasib, bərabərdir, data analitik sistemi üzərindən öz işini qurubdur. Bəs bu şirkətlərin, yəni bu sertifikatlaşma sistemlərinin işlə təminat vəziyyəti necədir? ACCA sertifikatı alanların 89%-i cəmi 3 ay ərzində iş tapır. Bunlar sübut olunmuş nəticələrdir. İngiltərənin ikili təhsil sistemində tələbələrin 95%-i, yəni məzunların 95%-i işlə təmin olunur. Avstraliya modelində konkret modullar üzərində işləmək onların xərclərini 40% azaldır və proses sürətlənir. Finlandiya modelində isə layihə əsaslı dərslərin keçirilməsi nəticəsində tələbələrin 86%-i işlə təmin olunur. Bunu bir qrafik halına gətirsək, bu modellərdə praktik təlimin payında ən çox yer tutan 95%-lə Singapurdur, 80%-lə Finlandiyadır, 70%-lə ACCA-dir. Deməli, bütün bunlar ümumilikdə deyir ki, tələbə bugün auditoriyada deyil, müəssisədə yetişir. Yəni, müəssisədə yetişdirmək lazımdır. Və yeni dövrün tələbləri tələbədən rəqəmsal bacarıq istəyir, beynəlxalq standartları bilməsini istəyir və təcrübi bacarıq istəyir. Bugün bizim bilən mühasibə yox, düşünən mühasibə çox böyük ehtiyacımız vardır. Bu hansı mühasibdir? Onlar analitik təfəkkürə malik olmalıdır, texnoloji savada sahib olmalıdır, etik davranış qaydalarına riayət etməlidir və regionun iqtisadi prioritetinə uyğun olaraq bilik qazanmalıdır. Naxçıvan Muxtar Respublikasında bir ali təhsil müəssisəsi mühasibat ixtisası üzrə kadr yetişdirir. Bu, hər 3 səviyyədə, həm bakalavr səviyyəsində, həm magistratura səviyyəsində, həm ali təhsil səviyyəsində kadr hazırlanır və eyni zamanda universitetin nəzdində bir kollec fəaliyyət göstərir ki, bu kollecdə də mühasibat ixtisası üzrə deməli, kadr hazırlanır. Problem nədən ibarətdir? Problem odur ki, tələbənin real iş mühitində təcrübə məsələsində çatışmazlıqlar var. Və bu da nəticədə bilik, bacarıq, təcrübə, hazırlıq zincirini pozmuş olur. Bəs bu problemi necə aradan qaldırmaq olar? Bunun üçün ilk növbədə motivasiya lazımdır. Məlumdur ki, hazırda müəssisə peşəkar mühasib istəyir. Yəni, peşəkar mühasib sertifikatının alınması zəruridir. Amma dediyim kimi, motivasiya biraz aşağıdır. Bunun səbəbi nədən ibarətdir? Əvvəla tələbə
bu istiqamətdə dərin biliklərə malik deyil. Niyə? Çünki onun içində bir qorxu var, imtahan çətindir, mən ondan keçə bilmərəm. Və eyni zamanda təcrübəsinin azlığı da buna mane olur. Bunun üçün bir model təklifim var. Bu model ondan ibarətdir ki, ilk növbədə tələbənin mütləq real mühitdə işləməsi vacibdir. Onun praktiki bacarığı olmalıdır. İkinci bir tərəfdən, elə universitetin nəzdində sertifikasiya mərkəzləri yaradılmalıdır və burada bir motivasiya mexanizmlərindən istifadə edilməlidir. Yəni, təqaüd, endirim, işlə təminat kimi mexanizmlərdən istifadə olunması fayda verər. Üçüncü bir tərəfdən, universitetin nəzdində rəqəmsal laboratoriyalar olmalıdır və bu laboratoriyalarda müxtəlif proqram təminatları öyrədilməlidir. Elə burada söhbət əsnasında da hörmətli Əbülfət müəllim artıq öz təklifini verdi. Yəni, proqram paketləri təqdim etdi. İnşallah bundan bağlı danışacağıq. Və mentor dəstəyi. Bu dəstək dünyada da istifadə olunur. Bu ondan ibarətdir ki, peşəkar mühasiblər tələbələri himayəyə götürür. Onları müəssisə şəraitində işlə tanış eləyir və tələbə hiss eləyir ki, o tək deyil, ona dəstək verən var. Yekun olaraq, universitet, müəssisə və tələbə üst bucağı möhkəm bağlarla birləşsə fayda əldə etmiş olarıq. İqtisadi inkişafın dili rəqəmlərdir. Bu dildə danışmağı bacaranlar isə mühasiblərdir. Gələcəyin ən güclü iqtisadiyyatı ən yaxşı mühasib yetişdirən ölkədə olacaqdır. Diqqətinizə görə təşəkkür edirəm. Çox təşəkkür edirik Mehriban xanım dəyərli fikirlər üçün. Növbəti çıxış imkanını Loğman müəllim Abdullayeva veririk. Loğman müəllim universitetdə mühasibat sotun tədrisi ilə əlaqəli problemlər və yenilikləri söz verib ki, 10 dəqiqədən daha qısa müddətdə bizə danışacaq. Xoş gördük, hər birinizə çalışaram daha qısa olsun. Ən azından ev sahibi sizlərə söz vermək bizim üçün daha xoşdur. Əvvəla hamınızı salamlayıram. Sumqayıt Dövlət Universitetində bugün İqtisadiyyat Fakültəsinin təşəbbüsünə keçirilən belə bir mötəbər tədbirə dəstək verən İqtisadi Araşdırmaları Tədris Mərkəzi və digər qurumların iştirakında olan tədbirdə sizləri görmək bizlər üçün çox xoşdur. Mən birbaşa bu fənnin tədrisində olduğuma görə düşünürəm ki, ali təhsil müəssisələrində mühasibat ixtisası üzrə və maliyyə ixtisası üzrə mütəxəssis hazırlamasında hər hansı bir müddianın ifadə olunmasında ən azından mənəvi haqqım var. Çünki özüm artıq uzun illərdir ki, auditoridayım. Əziz dostlar, məndən qabaq çıxış eləyən həmkarımız artıq reallıqları tam təqdim etdi. Reallıqlar aydındır və onun həlli ilə bağlı görəcək işlərimiz isə şəxsən bizim özümüzün fəaliyyətimizdən, yəni Sumqayıt Dövlət Universitetində uzun illər fəaliyyət göstərən, hal-hazırda adım mühasibat iqtisadiyyat gedir, amma və uzun illər maliyyə və mühasibat kafedrası tərəfindən həmin istiqamət üzrə işlər həyata keçirilir və onunla da bağlı qısaca sizə məlumatlar verəcəm. Biləcəksiniz. Bir daha hamınıza minnətdarlıq verirəm ki, bir yerdəyik. Bu bizim üçün böyük bir bayramdır, böyük bir sevindirici gündür. Xüsusən də dövlətin ən müqəddəs bayramlarından biri olan rəmzini əhatə edən Konstitusiya günündə burada belə bir tədbirin keçirilməsini təqdirə layiqdir. Qonaqlarımızı salamlayıram. Türkiyədən, Qırğızıstandan, Qazaxıstandan gələn qonaqlarımızı sağ olsunlar ki, alqışla qarşıladılar, gəldilər və onlarla tanış olmaq da bizim üçün hədsiz bir xoş məram oldu. Biz bu prosesi davamlı şəkildə aparacağıq. Ölkəmizdə fəaliyyət göstərən ictimai qurumlar var. Mən burada Gəz Mühasibə Birliyini görürəm. Eyni zamanda digər qurumların rəhbərlərini burada iştirak edirlər. Solmaz xanım və s. Sizləri salamlayıram və mühasibat sahəsində karifeylər deyəcəyimiz bir nəsil var, təxminən 40-50 yaş arasında olan. Onlar hamısı buradadılar. Bu da bizim üçün söz nəqi mənasında xoşdur. Tələbələrimiz buradadılar. Baxın, biz bunların əhatəsindəyik və buradan bildiklərimizi sizə ötürürük. Ümumilikdə mühasibat maliyyə ixtisası bəlli olacaq şəkildə uzun illər Sovet İttifaqının tədris prosesinə uyğun şəkildə idarə olunub. Orada məlum olan hallar əsasında sonradan təhsildə yeniliklər ortaya çıxıb və son 10 il ərzində ölkədə bəzi ali məktəblərdə yüksək səviyyədə aparılacaq təbliğat mexanizmi və yaxud tədqiqat mexanizmi digər ali məktəblərə də sirayət eləyə bilib. Ölkədə təxminən 16 ali təhsil müəssisəsində mühasibat və maliyyə ixtisası üzrə mütəxəssislər hazırlanır. Bu ildə ortalama 3000 tələbə deməkdir. Amma mühasiblər yəqin ki, məni düz başa düşərlər, 800 min təsərrüfat subyekti, bu ünvə olan bir subyekt aktiv fəaliyyətdədirsə, ildə 3000 tələbə məzun buraxılışından bunu ödəmək olduqca çətindir. Bu artıq bizim reallığımızdır.
Nəticə nəyə gəlib çıxır? Nəticə ona gəlib çıxır ki, digər ixtisaslar da bura yol götürməyə məcburdular. Çünki axın olaraq bazar var, işçi qüvvəsi tələb olunur və həmin bazarda da çox sadə şəkildə uçotun qaydalarına yiyələnməklə mən mühasib deyəcək bir fəaliyyət ortaya çıxır. Biz nə etdik? Biz ilk əvvəl özümüzün sıfır nöqtəmizi tapdıq. Mən yeniliklərə gəlib çıxmaq istəyirəm, ona görə məsələni gətirirəm və minnətdaram Bakı Mühəndislər Universitetinə ki, o vaxt bizə böyük dəstək durdular. Sever müəllimlə, o vaxt Firudi müəllimlə, digər yoldaşlarla biz görüşdük və sıfır nöqtəsini tapdıq. Sıfır nöqtəsi nədir? Biz bu səviyyədəyik. İndi nə etməliyik? Biz tələbə qarşısına çıxırıq və tələbə ilə bərabər kadr yetişdiririk. Birinci nə olmalıdır? Birinci biz özümüz dünyanın tələb etdiyi qaydalara uyğunlaşmalıyıq. Çox qısa bir zaman məkan fəaliyyət oldu. Təxminən 6 il. 6 ilin nəticəsi nə oldu? Bugün kafedrada demək olar ki, beynəlxalq dərəcəsi olmayan müəllim yoxdur. Deməli, biz deyəcək Mehriban xanımla bu məsələləri həll etmək üçün birinci özümüz hazır olmalıydıq. Biz özümüz hazır deyilsə nəyə hazırlamalıyıq ki? Artıq biz hazırıq və tələbə qəbulunda da nəticələr görsənir. Artıq tələbə qəbulunda Sumqayıt Dövlət Universitetində hər iki ixtisas üzrə ortalama bal 150 balda üstündə keçib. Yəni plus 150 bal olaraq olub. Ta ki əvvəllər 300 balla girirdilərsə, bu gün artıq 400 bal, 450 balın üzərindədir. Yəni nədən irəli gəldi? Həmin aparılan islahatların nəticəsi oldu. İkinci maraqlı məqam, bugün bizim fəaliyyətimizə uyğun, mövzumuza uyğundur. Söhbət rəqəmsallaşmadan, süni intellektdən gedir. Bu yaxınlarda Əbülfət müəllimlə də o haqda söhbətimiz oldu. Biz hələ 5 il bundan qabaq mənim yadımda görüşümüz olanda Əbülfət müəllim bildirəndə ki, əvvəl-axır buna gəlib çıxacaq. Hətta iradını da bildirir ki, bu proses necə getməlidir. Amma rəqəmsallaşmaya süni intellektə keçmək sadəcə kitab oxumaq deyil. Bəli, ilk dəfə Bakı Mühəndislər Universiteti və avtomatik olaraq Sumqayıt Dövlət Universiteti həmin təşəbbüsə qoşuldu. Bizim Sumqayıt Dövlət Universitetində mühasibatın proqram təminatı fənni seçmə fən kimi daxil edildi. Artıq bizdə tələbə istəsə də artıq tədris planına daxil olmuş bir fəndir və həmin fən tədris olunmalıdır, öyrənilməlidir. Buna necə addım atmalıyıq? Müəllimlər hazır olmalıdır. Müəllimlərin hazırlanması ilə bağlı peşəkar mütəxəssislərə qapı açılmalıydı və iş dünyasında biz qapı açdıq. Artıq müəllimlər içərisində iş dünyasından gələnlər oldu və hal-hazırda müvafiq bir auditoriyada demirəm qeyri-adi bir şəkildə, amma müəssisələrə gedən bizim məzunlarımız artıq ən azından təkcə iqtisadi terminlər deyil, mühasibə proqram təminatına bağlı bilgilərini ifadə etmə imkanlarına malikdir. Bu da yeniliyin növbəti bir uğuru. Bu ildən Azərbaycanda magistr təhsilində yenilik ortaya qoyulub, ixtisaslar adları dəyişib, yeni şifrələrlə ortaya çıxır. Mən ali təhsil sistemində olduğuma görə təbii ki, məlumatım praktiki məlumatdır. Bu ildən Azərbaycanda mühasibat ixtisasına uyğun olaraq, deməli, ixtisaslaşma, maliyyə mühasibatlığı, idarəetmə uçotu, audit üzrə, deməli, orada ixtisaslaşmalar həyata keçirir və bizim universitetdə maliyyə mühasibatlığı ixtisaslaşmasını qəbul etdi. Mən çox maraqlandım. Belə deyək də, bizim terminologiyamızda bu maliyyə uçotu olacaq bir fakt idi. Birinci uçotu bilməliyik. Amma neyiniyə? Maliyyə mühasibatlığını qəbul edirik. Hələ gəlin formal şəkildə dərslərin tədrisinə başlayaq. Xeyr, biz belə etmədik. Biz yenə də iş dünyasına açıq olduq. Onlarla 2 dəfə, 3 dəfə təkrar görüşlərimiz oldu və bu görüşdə sadəcə çay süfrəsi demək deyildi. Burada müzakirə süfrəsi idi. Mənim deyək ki, rabitə imkanlarım əsasında, eyni zamanda müəllimlərimizin artıq beynəlxalq dərəcəli olduğuna görə onların özlərinin əhatəsinin əsasında görüşlərin nəticəsi ondan ibarət oldu ki, bugün iş dünyası kimi axtarır, nə istəyir? Ona nə lazımdır? Düzdür, biz Mehriban xanım dediyi Avropada olacaq prosesləri hələ ki eləyə bilmirik. Deyək ki, müəssisədə yetişdirəcəyik, verəcəyik, onlar getmir, mümkün deyil. İnnovativ mərkəzdə də onu eləmək olmur, yaranmır o proseslər. Amma iş dünyası maraqlarını bildiyimizə görə biz addımımızı ata bildik və onların maraqlarına uyğun olaraq tədris planı formalaşdırdıq. Həmin tədris planı əsasında müasir dünyada, müəssisələrdə nə istəyirlərsə ona uyğun olacaq şəkildə, fənləri əhatə edəcək formada, müvafiq kreditlərin sayına uyğun bizdə artıq bu ildə maliyyə mühasibatlığı üzrə mütəxəssis hazırlanır. Onlara kim dərs deyəcək? Onlara dərs deyənlərin bir əksəriyyəti deyək ki, iş dünyasından dəvət olmuşdur. Burada da var, bizim sponsorların da, onların sıralarında adları var. Vüsal müəllim burada, Əzimov buradadır, sonra Aqil müəllim buradadır və digərləri artıq o işin içində olan mütəxəssislərin istifadəsi və eyni zamanda bizlər də onlarla qoşularaq magistr təhsilinə başlamışıq. Düşünürəm ki, bu prosesi bir davamlı şəkildə aparsaq, yaxın 5 il ərzində bu ixtisasa qəbul həm balları artacaq, həm də magistr birinə malik olan tələbələrimiz, məzunlarımız iş dünyasına rahatlıqla inteqrasiya edə biləcəklər. Sonda deyəcəklərim ondan ibarətdir ki, biz çox maraqlı bir peşənin sahibiyik. İstənilən halda toplantı formasında dostluq məkan məhdudiyyəti içərisində görüşməyimizin ən gözəl ixtisas seçilmələrindən biri məhz maliyyəçilər, mühasiblərdir. Çünki biz çox mehribanıq, çox əziz bir-birimizə və ona görə də hamımız bu saat burada bir yerdəyik və gələcəkdə də bu cür şəkildə dostluğumuz davam etməklə ölkəmizə yararlı kadrların hazırlamasına nail ola biləcəyik. Bir daha hamınıza minnətdaram. Var olun, sağ olun ki, birlikdəyik. Sağ olun.
Çox sağ olun Loğman müəllim. Mehriban xanımın əslində ürək ağrısıyla, yəni bu peşənin çox sevdiyindən herhalde buradakı problemləri ön plana çıxartdı və yeni model təqdim elədi. Loğman müəllim də o problemlərin qismən həll olunması üçün doğrudan da Sumqayıt Dövlət Universitetinin ciddi keçdiyi yol xəritəsi haqqında məlumat verdi. Təşəkkür edirik Loğman müəllim. Bu dedikləriniz əksəriyyəti gözümüzün qabağında olub. Mən deməzdim ki, vəziyyət o qədər də acınacaqlıdır. Bəli, problemlər çoxdur, amma işıq ucu var. Loğman müəllimin də çıxışından bunu görmək olar ki, işıq ucu var. Bu günlərin mən növbəti çıxışa keçmədən bunu bildirim. Bugün bizim konstitusiya günümüzdür, bildiyiniz kimi. Artıq natiqlərimiz çox saylı təbriklər elədi. Və nə təsadüfdür ki, Profesör Rəşad Karcıoğlu həm də bir neçə böyük görevdən sonra hal-hazırda Atatürk Universitetinin ən böyük fakültələrindən biri olan Hüquq Fakültəsinin dekanıdır və mühasibat çoxu ilə hüquq elminin kəsmə nöqtəsi haqqında çox gözəl bir, çünki daha öncə məruzə eləmişik, müəyyən müzakirələr bir yerdə nəticəsi olaraq bu fikrə gəlmişik və ona görə o mövzuda gözəl bir çıxış eləyəcək və ikinci mənim üçün qürurlu səbəb budur ki, Rəşad Karcıoğlu mənim doktoranturada elmi rəhbərim olub. Ona görə böyük fəxr istəyirəm Rəşad hocamı dəvət edirəm. Buyurun hocam. Evet, değerli protokol, kıymetli başkan ve konuşmacılar, değerli akademisyenler ve tabii ki varlık nedenimiz olan sevgili öğrenciler. Oturum başkanımızın ifade etmiş olduğu gibi Atatürk Üniversitesi İktisadi İdari Bilimler Fakültesi Muhasebe Finansman Ana Bilim Dalı öğretim üyesiyim. O kürsünün uzun yıllardır başkanlığını yapıyorum. Öncelikle Erzurum'dan, Atatürk Üniversitem'den başta rektörümüz olmak üzere hepinize en içten sevgi ve saygılarımı iletiyorum. Evet, değerli katılımcılar, 3. dekanlığım hukuk fakültesi oldu. Aslı branşımı söyledim. Ben işletmeciyim ve de muhasebe finansman ana bilim dalında çalışıyorum. İlk görevim değil, 5. yani yıl olarak Maliye Bakanlığı'nda şu anda TÜRMOP'la iç içe çalışan bir modelde görevlendirilmişim. Özel SMM Sınav Komisyonu YÖK temsilcisiyim. Atatürk Üniversitesi'nin şu anki mevcut rektörün danışmanıyım. 3. dekanlığımda hukukta kader bizi bir araya getirdi. Şöyle ki, burada ağırlıklı olarak İktisadi İdari Bilimler formatı dünya ölçeğinde ifade ediyorum. Yani neye yarar? Öğrenci ağırlıklı bir katılım olduğu için söylüyorum. 2. dekanlığımı İBF'de yaparken ayrılmama 2 ay kala Ekim 2020'de bir makale yayınladım. Uluslararası boyutta bu makalenin İngilizcesi var, Türkçesi zaten mevcut. İktisadi ve idari bilimleri tanımlayan bir makaleydi. Özü de insan, iktisat, işletme, muhasebe. Ben muhasebeci olduğum için İBF'yi böyle tanımlıyoruz. Öğrenci geliyor, neye yarıyor? Çıktığımızda ne ifade edecek? Ben söyleyeyim. 1989'dan sonra bizim mevcut 8 bölümümüzün bir tane serbest çalışırken ünvanı vardır. O da serbest muhasebeci, mali müşavir. Diğer ünvanlar geçerli mi? Değil. Bunu belirttim. İnsan olmadan bilim olmuyor tabii ki. İnsan olunca ekonomik iktisata ihtiyaç duyuluyor. Tek bir kelimeyle anlamı cimrilik değil, tasarruftur. Kıt kaynakların etkin kullanımını ifade eden bilim dalı. İyi güzel de bunu gerçekleştirirken örgütlenmiş bir birime ihtiyaç var. Kimdir derseniz herhalde o işletme oluyor. İşletme nedir derseniz toplum ihtiyacı olan her türlü, değil mi? Mal ve hizmet üreten örgütlenmiş ekonomik bilimdir. İyi güzel de işletme bu görevlerini ifade ederken acaba bu işin tespiti, kaydı, sınıflandırması, özetlenmesi ve analiz ve yorumunu içeren bilim dalı kimdir? O herhalde bizim asıl mesleğimiz olan bu sempozyumun ana teması olan muhasebedir. Nahçıvan Üniversitesi'nden hanımefendi hocamız ifade etti. Biz İngilizce'de ona ilk 4 fonksiyona tespit, kayıt, sınıflandırma, özetme ve bookkeeping diyoruz. Yani katipliğiniz, muhasebeci değilsiniz. Asıl olan lisans eğitimli olan analiz ve yorumdur.
Bir diğer anlatımla o yaklaşım itibariyle insan iktisat işletme muhasebe nosyonunda yöneticinin gören gözü, işiten kulağı, konuşan dili, geleceğe yönelik hisseden kalbi muhasebecidir. Bu sempozyumda verilen o dijitalleşmeyi ben 35 sene önce 2-3 tane bilgisayarlı muhasebe vardı, biri de şahsım. Fiziki görünüme aldanmayın, tam 64 yaşındayım. Bugün benim doğum günüm. 50 yıldır muhasebeciyim. Evet. 50. yılımı tamamladım. Ticaret Sitesi Muhasebe Departmanı'ndan 2 yıl İngilizce okuyarak geldim. Dolayısıyla ben kendi modelimi kuruyorum. Maliye Bakanlığı'ndaki KGK kurulmadan önce de Profesör Doktor Nalan Akdoğan, bizim İFAK temsilcisi, onun başkanlığında 12 kişilik komisyon üyeliğim yaptım. KGK kurulduktan sonra biz ayrıldık ve tanıştığımız arkadaşlarımız bu göreve devam ediyorlar. Ama biz her yıl Ocak ayında AK Parti gibi, MHP gibi Ocak ayında şöyle bir şey yapıyoruz Kızılcahamam'da. Muhasebe dünyasının bilim insanları, Maliye Bakanlığı'ndan başta KGK olmak üzere bir araya gelip geleceğe muhatap işlem test ediyoruz. Evet, geldiğimiz noktada bir de 3. dekanlığım hukukta olunca hukuk muhasebe bağlantısı kurdum. Benden beklenen oydu. Şunu belirteyim. Kutsal kitaplar olan Tevrat, Zebur, İncil ve Kur'an'da geçen mizan kelimesi vardır. Mizanın, terazinin kısaca kullanıldığı 2 bilim dalı vardır. Biri asıl benim işim olan muhasebe. Şu anda profesörler var ama ben yönetiyorum. Devletim öyle uygun gördü. O da hukuktur. Değil mi? Anayasa Mahkemesi, Sayıştay, Danıştay, Yargıtay, hukuk fakülteleri, Adalet Meslek okulları ki onları kapattılar artık. Dolayısıyla orada terazi var. Terazi nedir derseniz, ben teraziyi şöyle diyorum. Yani terazi insanın bizzatı kendisidir. Askerde biz dik dururuz. Ama kolumu şöyle açtığımda işte ne oldu? Terazi oldu. Başkasının elceyi kaldırdığınızda bizim hesap kalıyor. Yani biz buna hesap ediyoruz. Debit, kredi, borç alacak ilişkisi diyoruz. O birilerinin sorumludur. Yani çocuk 4'lü yaşta anne baba tarafından anaokuluna götürüyor. Diyor ki ben inanıyorum, inanmıyorum. O senin sorunun. Ben ulusal ve uluslararası aranında böyle konuşuyorum. Yataktan seni kaldırıp götürüyorlarsa, değil mi? Kreş, anaokulu, resmi okul. O zaman senin için bir hesaplaşma vardır. İnsanın kendisi hesap olduğu için hesaplaşmaya mahkumdur. Tek bir engelimiz varsa hesaplaşmadan kaçarız. Beyin engeli. Hukuk fakültelerini ilk 3'te bitirenler genellikle Türkiye'nin 1 numarası Ankara'dır, 2 numarası İstanbul'dur. Özelde de Koç'tur. Bildirimde bu sonuçta çıkacak. Orada hesap vermeye mahkum olacağız diyorum. Evet, hukuktan çok kaçardım. Mahkemelerden, savcıdan, yargıdan. Maalesef geldim. Son 3 yılım emekliliğime kala, tabii beni rahat bırakırlarsa o işin içine düştüm. Ama inanın özü bu. Muhasebe olmadan hukuk olmuyor, hukuk olmadan muhasebe olmuyor. Muhasebe hukuk olmadan da demokrasi olmuyor. Onu da belirtmiş olayım. Ben konuşmayı doğaçlama yapmak isterim. Ben özünü söyleyeyim. Muhasebe hukuk ilişkisinden söz edeceğim. Muhasebe biliyoruz, bizim işimiz. Yani şu andaki salondakiler öğrencinin bile bildiği olay. Kısa tanımına da girmiş oldum. Ne olduğunu belirtmiş oldum. Biz muhasebede dışa dönük bilgilerimizi genel muhasebe, finansal muhasebeyle yapıyoruz. Benim asıl ihtisasım matematiksel teknik maliyet muhasebe. Oradaki hesaplaşma iş muhasebedir. Biraz tehlikelidir bizim alan. O yüzden de asistanlar genelde benden kaçarlar. Çünkü biz eve giriyoruz, yatak odasına mahremine giriyoruz. Devletten kısmen izin alıyoruz, özel sektörden tam almak zorundayız diyorum. Muhasebenin bu olgusuyla beraber işe hukuk devreye giriyor. Devlet bağımsız bir hakim olarak devreye giriyor. Devletin menfaati sadece ağırlıklı olarak mali boyutta konuşuyorum. Vergi. Devlet ne yapıyor? İş ve dış güvenlik, sağlık ve de arkadaşlar eğitim olarak bizi devreye sokmuş oluyor diyorum. Şimdi biz muhasebe hukuk ilişkisini kurarken birkaç seminer yaptırdık. Şimdi doktora tezine doğru gidiyor. Hatta İranlı bir doktor öğrencimle demokrasi de katarak demokrasi muhasebe hukuk ilişkileri gündemine gelmiş olduk.
Akabinde tabii o hukuk fakültesinden bir yönetici vasfıyla buraya gelirken dedim ki en azından bunu yapalım. Ne yaptığımı söyleyeyim. 40 sene önce bilgisayarlı muhasebe diyorduk. Şimdi geçen sene Ankara'da yayınlandı. Adı dijital muhasebede. Burada bir dijitalleşme var, rakamlaştırma diyoruz ya. Dilimizi bozmayalım. Bir 35-40 yıl önce de yine Ankara Hukuk Türkiye'nin bir numarası. Orada muhasebe hukuku vardı. Şimdi onu güncelleşmiş haliyle daha derinleşti. Adli muhasebe oldu. O da 6 ay önce Ankara'da yine Gazi Üniversitesi'nde iki ortaklı öğrencimle, 38 yaşında bir kız öğrencimle beraber yayınlamış olduk. Yani isimler değişiyor. Öz değişiyor mu? Söyleyeyim. Öz değişmiyor. Özümüz sağlam. Mesela konuşmacılar ve bu sempozyuma geldiğimdeki dikkate değer olan husus muhasebe standartları. Ben 30 yıldır doktora dersinde anlatıyorum. O işin özü İngilizce'de fair value dediğimiz gerçeğe uygun değer. Yani burada Amerika yeniden keşfetmiyoruz. Teksen'de de vardı bu. Daha kısaydı. Gerçek değer dediğimiz olgu. O işte karşılıklı ve istekli kişilerin bir araya gelmesiyle oluşan bir fiyatlandırma modeli. Tabii benim temennim, buradan özde söyleyeceğim. Türkiye Cumhuriyeti'nin öncülüğünde birçok konuda olduğu gibi Türk devletlerinde uluslararası bir norma uygun ama bizim genimize de uygun, uluslararası norma da uygun muhasebe standartlarının geliştirilmesi gerekiyor. Bu konuda Türkiye'deki akademisyenler ve Kamu Gözetim Kurumu Maliye Bakanlığı adına çok ciddi bir katkı vermesi diğer devletler tarafından da tabii ki bekleniyor. Evet, bu hatırlatmayı yaptıktan sonra hukuk fakültelerinde muhasebenin yeri, önemi. Ben söyleyeyim, çok acı bir gerçek. Muhasebe bilmeyen hukukçu olamaz. İşin özü bu. Ankara Üniversitesi'nde, İstanbul Üniversitesi'nde muhasebenin yer aldığını, bir de Koç Üniversitesi'nde var. Hukuk fakültelerinin şu an bir numarası, özel için konuşuyorum. Ben devletçi bir adamım. Devletçi olunca da devlet bir şekilde bizi 29 yaşından itibaren hem yönetime getiriyor, farklı disiplinde profesörler olsa bile, hem de bu camianın içerisinde yer alıyoruz. Dolayısıyla Koç araştırma sonucunda muhasebeye yön veren özel sektörden bir numara, Ankara Üniversitesi devlette bir numara, İstanbul Üniversitesi devlette 2 numara. Ama maalesef istenen düzeyde değil. Yani finansal muhasebe, genel muhasebe formatında bir konu takdim ediliyor. Aslında onlarda zorunlu olarak 2 dönem genel muhasebe dersinin verilmesi gerekiyor. Uzmanlık muhasebelerine, hukukçulara gerek yok diyorum. Yani muhasebeciler için hukuk diye öz bir şekilde finansal okuryazarlığını artıracak, dava konusu olan olaylarda yardımcı olması gerekiyor. Son olarak şunu söyleyeyim. İlk atandığımda 2. senem ahlak olmadan hanımefendi etik dedi. Batı'nın bize yutturduğudur. Özü ahlaktır. Ahlak olmadan hukuk olmaz. Ahlak olmadan muhasebe olmaz. Ahlak olmadan bilim olmaz. Bizim değerlerine inanan, kültürünü benimseyen muhasebeciler yetiştirmemiz gerekiyor. Ben de zaten hukukçuları da o savcıların önünde bu ifadeleri kullandım. Şu anda hukukun geldiği noktayı da söyleyeyim. Bir adı uzlaşma, bir adı da arabuluculuk. Ahlak olduğunda hukuka veya dava konusuna ihtiyaç var mı? Cevap hayır. Evet, bu şekilde bildirimi sunmuş oldum. Katılımınızdan dolayı, dikkatle dinlemenizden dolayı hepinize en içten sevgi ve saygılarımı sunuyorum. Sağ olun. Teşekkürler hocam. Zaman uyarısı yapmaya biraz korkuyordum ama iyi kurtardım. Teşekkürler. Son çıkış olarak Doçent Doktor Zerrin Frant hocamı davet ediyoruz. Buyurun hocam. Sayın protokol, değerli katılımcılar, hazırım ve sevgili öğrenciler, benim işim çok zor. Son konuşmacıyım, üstelik yemekten önce son konuşmacıyım. Mümkün olduğunca hızlı davranmaya çalışacağım. Aranızda hem böyle hem de mali müşavir olmayan sanırım tek akademisyen benim. Ben size biraz stratejilerimizden bahsedeceğim.
Bursa Esnaf Teşkilatı'nın akademik koordinatörlüğünü yapıyorum. Üniversitede de eğitimden sorumlu dekan yardımcılığı yapıyorum. Şimdi konuşmalarım nereye gidecek demek için bunları söyledim. Ne taraftan geçiyoruz pardon. Tamam. Şimdi özellikle 2000 yılında ama 2020'den sonra bunun içine bir de pandemiyi alırsanız bir dijitalleşme ile ilgili çok ciddi bir 2012'den başlayan bir ivme kazandık. İkincisi küreselleşme ile ilgili bir ivme kazandık. Üstelik pandemiyle birlikte bunun içine e-ticaret, e-bilgi de girdi. Biz bu arada öğrencilerimizden uzak kaldık. Online eğitimlere geçtik ama dünya çok hızlı koşuyordu. Bu hızın içinde biz eğitimdekiler ne yapacağız sorularını sormaya başladık kendimize. Mesleği o küreselleşme ve dijitalleşme, hocamın söylediği gibi aynı zamanda hem tüm idari bilimlerdekileri hem tüm işletme fakültelerindeki değişikliklere neden oluyordu. Ama tanımlanmış bir meslek olan mali müşavirler ve denetçiler için de biz aynı sorunu yaşıyorduk. Bu paradigmayı nasıl açarız dedik. Mevcut eğitim modellemeleri bu dönem için bize yetmiyordu. Çünkü ikisi çok hızlı giderken uluslararasılaşma, uluslararası ticaret, çok uluslu işletmeler ve bunlarda istihdam edilen öğrencilerimiz, meslektaşlarınız varken biz hızla eskiyen mesleklerle karşı karşıyaydık. İki şey yapmamız gerekiyordu. Birincisi eğitimimizi bunun için hazırlamamız gerekiyordu. Ama öbür tarafta ciddi anlamda bir mali müşavir, nitelikli mali müşavirler vardı. Fakat bunların meslekleri eskiyordu. Hem meslek edindirme yapmamız gerekiyordu. Hem de meslek geliştirme, meslek yenilemeler yapılması gerekiyordu. Böyle olunca teknolojiyi artık hem de içimize almamız gerekiyordu. Ne yaparız sorularımızı sormaya başladık. Önce mesleki mevzuat başarı için bizim mevzuat bilgi sistemimizin iyi olması gerekiyordu. Öyleyse politika yapıcılara ihtiyacımız vardı. Mevzuat yapıcılara ihtiyacımız vardı. Türkiye'de biz şanslıydık. Başta KGK olmak üzere kamudaki devlet ayağında sistemler kurulup, politikalar oluşturulup, uygulamalarla ilgili mevzuatlar gelişiyordu. İşin birinci ayağı bu taraftı. İkinci ayağı sivil toplum örgütleriydi. Hocamın da bahsettiği gibi başta Mali Müşavirler Odası ve üst örgütlenmeler olmak üzere. İşin bu tarafı da bizimle birlikte koşmalıydı. Çünkü bizim için eğitim sadece üniversite eğitimi, iş yeri uygulamaları değil ki fakültelerde bunları yapıyoruz. Yaşam boyu eğitime dönüştürmek zorundaydık. Yaşam boyu eğitim içinde her şey yerinde olsa bile tam 3 kuşak, hani şu çok meşhur herkesin konuştuğu X, Y, Z kuşağını aynı anda birbirine yetişir, birlikte çalışabilecek şekilde eğitilmesi gerekiyordu. Biz üniversitede şanslıyız. 20'li yaşlardakileri eğitiyoruz ama işletmenin içine girdiğimiz andan itibaren nesiller arası farklılık, dijital yeterlilik kazandırılmasında ciddi anlamda sıkıntılar çekiyordu. Birimiz dijitalin içine doğmuştuk, birimiz sonradan dijitali öğrenmişlerdik. Ama hep birlikte çalışmak zorundaydık, hep birlikte başarmak zorundaydık. Sıkıntılarımız bunlardı. Bu arada sınırların kalktığı bir dünyada uluslararası standartlara ihtiyacımız vardı. Uluslararası muhasebe okuryazarlığına ihtiyacımız vardı. Çünkü muhasebe ciddi anlamda şekil değiştirmişti. Artık kayıt sistemi değil, işletmelerin önce stratejilerini oluştururken finansal okuryazarlık, danışmanlık
Uygulamadan sonra denetçilik ve raporları, işletmelerdeki işleri, işlemleri, süreçleri sorgulama, analiz etme ve doğru destek olma yükümlülüğüne sahipti. Meslek değişmişti artık. Denetçi profili de değişmişti. Denetçi profili de yorum yapmalıydı. Bir veri bilimci kimliğine dönüşmeliydi. Müfredatlar dijitale çok hızlı adapte olmalıydı. Bu arada müfredattan bahsederken yalnızca fakülte müfredatlarından bahsetmiyorum. Yaşam boyu eğitim çerçevesinde meslek odalarının müfredatları da dahil olmak üzere. Uluslararası yetkinlik kazanmalıydık. Çünkü artık uluslararası muhasebe çalışmak zorundaydık. Biz uluslararasılaşmasak bile iş yaptığımız işletmeler uluslararasıydı. Gençlerimizi de, mevcut mali müşavirlerimizi de buna göre yetiştirmek zorundaydık. Bu nedenle özellikle mezuniyet sonrası eğitim bizim için son derece önemliydi. Böyle olunca meslek örgütleri dijital ve uluslararası adaptasyonda bizim için eksik olmasından çok güzel bir köprü görevi oluşturdular. Eğitim sadece teknik beceri değildi. Teknik becerinin yanında hocam ahlak dedi. Ben şöyle söyleyeceğim. İş ahlakı, meslek ahlakı, çalışma ahlakını bir arada doğru kümede özellikle dijital çağda iyi oturtturmak zorundaydık. Bu da sürekli eğitimle ya da yaşam boyu eğitimle oluyordu. İlk adımdan başlayarak stajyerlerimiz de dahil olmak üzere Türkiye'de bunun için hızlı adımlar atılıyor. Zorluklarımız var mı? Elbette ki zorluklarımız var. Adaptasyon güçlüğümüz var. Ama meslek örgütleri doğru sertifikasyon, lisans ve lisansüstü eğitimlerle bunları bir şekilde aşıyoruz. Fakat kamu desteği olmadan, kamu koordinatörlüğü olmadan bu iş olmaz. Dolayısıyla 3 ayak var. 1. Üniversiteler. 2. Başta KGK olmak üzere politika yapıcılar, mevzuat düzenleyiciler ve bizleri bir araya getiriciler. Üçüncüsü ise meslek örgütlerimiz. Sonuç, eğitim dinamik bir süreç. Hiç durmadan kendini yenilemesi gerekiyor. Eğitimcinin tamam bu oldu demek gibi bir lüksü, bir hakkı yok. Sürekli canlı olmalıyız, hareketli olmalıyız ve eğer dünya ile rekabet edeceksek biz bir adım önde koşmalıyız. Bir adım önde koşabilmek için de bölgesel işbirliklerini, önce de Türk Cumhuriyetleri arasında işbirliğini, başta politika yapıcılar, mevzuat uygulayıcılar, sonra arkadan bizlerle el birliğiyle iki devlet bir millet diyoruz. Tamam, ama bunun koşullarını da bence doğru yerine getirmeliyiz. Söz de değil, öz de olabilmesi için hep birlikte nasıl koşarızın cevabını aramak zorundayız. Çözümümüzün burada olduğunu düşünüyorum. Hepinize saygılar sunuyorum. Bütün spikerlərimizə çox təşəkkür edirik. Simpoziumumuza böyük dəyər qatdınız. İndi isə sertifikatlarımız var hər halda. Sonra şəkil çəkdirib yeməyə gedəcəyik deyəsən.